Come with me. And you'll be in a world of pure imagination. Hər zamanki rutinimizə sadiq qalaraq səhər tezdən kofemizi götürüb yola çıxdıq. Səyahətlərimizin dəyişməz başlanğıc mərhələsi yanacaq doldurmadır. Avtomobilimizin yanacağını doldurub yol üçün lazım olan tədarükləri tamamladıkdan sonra Sumqayıtdan ayrıldıq. Bu dəfə isə hədəfimiz Azərbaycanın ən füsunkar və təbiəti ilə heyran edən bölgələrindən biri olan Quba idi. Qarşıda bizi bol mənzərə, maraqlı dayanacaqlar və yadda qalan anlar gözləyirdi. Quba tarixi baxımdan zəngin bölgələrimіздəndir. 18-ci əsrdə Quba xanlığı bu ərazidə müstəqil dövlət kimi formalaşmış, xüsusilə Fətəli xanın dövründə böyük siyasi və iqtisadi gücə sahib olmuşdu. Quba həm də Azərbaycanın alma paytaxtı kimi tanınır. Burada hər il alma bayramı keçirilir və bölgənin sulu, ətirli almaları ölkə daxilində çox məşhurdur. Yolda qarşımıza yük dolu almaların çıxması da heç də təsadüfi deyildi. Bu dəfə səyahətimizdə oteldə qalmaq əvəzinə fərqli bir təcrübə yaşamaq istədik və ev kirayələməyi seçdik. Qaldığımız ev Qubanın mərkəzindən cəmi 6-7 dəqiqə məsafədə, sakit və yaşıllıqlar içində yerləşən bir küçədə idi. Qubaya daxil olarkən ilk diqqətimizi çəkən göylərə ucalan, qürurla dalğalanan 3 rəngli bayrağımız oldu. Hər tərəfdə binaların üzərində yol kənarında bayrağımızın səliqə ilə düzülməsi göz oxşuyurdu. Bu mənzərə sadəcə estetik deyil, həm də ruh qaldıran, qürurverici bir təsir bağışlayırdı. Elə bil vətən sevgisi özü bu şəhərin hər daşına, hər küçəsinə hopmuşdu. Necə deyərlər, az getdik, üz getdik, dərə təpə düz getdik, axır gəlib evimizə çatdıq. Evin həyəti kiçik olsa da zövqlə bəzədilmişdi. Güllər, kiçik dekorativ pəncərələr, axşam işıqları ilə bura çox rahat və ev abu-havası yaradırdı. İçəridə isə bizi 2 yataq otağı və geniş, studiya tipli bir zal qarşıladı. Həm ailəvi, həm də dostlarla istirahət üçün kifayət qədər komfortlu idi. Veşlərimizi yerləşdirib biraz nəfəs aldıqdan sonra səyahətimizin ilk dayanacağı olan Qəçiriş meşələrinə doğru yola çıxdıq. Təbii gözəlliyi ilə seçilən Qəçiriş bizi artıq uzaqdan salamlayırdı. Qəçiriş Quba rayonunun ən məşhur və sevilən turistik məkanlarından biridir. Quba şəhərindən təxminən 8-10 kilometr məsafədə dağətəyi ərazidə yerləşir. Qəçiriş həm təbiəti, həm də mülayim iqlimi ilə istirahət üçün ideal məkandır. Qəçirişin əsas cazibəsi onun qalın meşəlikləri, təmiz havası və sərin su axınlarıdır. Yay aylarında buradakı temperatur digər ərazilərə nisbətən daha aşağı olduğundan, xüsusilə istidən qaçmaq istəyənlər üçün mükəmməl seçim sayılır. Qəçirişin sərin havasında biraz gəzdikdən sonra alış-verişə getdik. Bizi axşam ailəvi bir manqal süfrəsi gözləyirdi. Ev üçün lazım olan ərzaqları, içəcəkləri və manqal üçün məhsulları alıb yenidən kirayələdiyimiz evə qayıtdıq. Manqal hazırlıqları başladı. Bizim ailədə manqal işinə atamız baxır. Manqal hazır olana qədər mən də uşaqların başını qatmaq üçün onlarla bir xeyli oynadım. Əslində bu anlar onların yaddaşında iz buraxacaq anlar idi. Çünki uşaqlar üçün vacib olan bahalı restoranlar, dəbdəbəli oyuncaqlar və geyimlər deyil, onların sevgi dolu ailə ilə keçirdiyi keyfiyyətli vaxtdır. Bunu onlara ötürmək bizim valideyn kimi ən böyük məsuliyyətimiz və eyni zamanda sevincimizdir. Artıq manqalımız hazır olurdu. Nilay, ne inirsən? Hoşuna gəldi buralar? Hilda, sən oxuya bilirsən orada nə yazılır? Nilay, sən oxuya bilirsən? Niyə? Bu sən də bilirsən, onda məncə sən bunları oxuya bilərsən. Bax, burada nə yazılır? Aha. İt yazılır. Bəs onda burada nə yazılır?
mı, mi, tı, mı, tı, mi, tı, i, Belə üç oxu. Bu üçün bir oxu. Bu ikisini bir. mı, i, tı, mit, mı, i, li, mı, i, li, yok mı, i, kı, lik. Aha. Mitlilik. Hansı? O S hərfidir. Bunlar amma əslində burada mutluluq yazılıb, hə Nilay? O M hərfi. Atamız yeməkləri bişirənə qədər mən də süfrəni hazırlamağa başladım. Bu arada Nilay mənə gah kömək eləyir, gah da bacısı Hilda ilə oynayırdı. Manqal hazır oldu, yeməklər bişdi, qoxular hər tərəfi bürüdü. Hazır kömür varkən samavar çayı dəmləməmək günah olardı. Samavarımızı da hazır qoyub ailəlikcə süfrəyə əyləşdik. Günün sonunda isə qızlarımız hələ də enerjili idi. Yorulmaq bilməyən balalarımız ataları ilə də biraz da futbol oynadılar. Uşaqlar üçün bu da günün ən maraqlı hissələrindən biri oldu. Beləcə günümüz dolu-dolu sevgi və birliklə keçdi. Görək sabah yolumuz bizi hara aparacaq. Bugünlük bu qədər.